Değerli izləyicilər, dekabr ayının 22-si son dəqiqə bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Bakıda siqaret qıtlığı, satışa limit qoyuldu, qiymətlər kəskin bahalaşdı. Belə ki, paytaxtda bəzi market və köşklərdə siqaret satışı məhdudlaşıb və bizim media xəbər verir ki, bu barədə supermarketlərin kasserləri xəbərdarlıq eləyib. Belə ki, müştərilərə eyni siqaretdən bir paket, israr edəcəyi təqdirdə maksimum 2 paket satmaq tapşırılıb. Bu addımın atılması şirkətlərin satışı dayandırması ilə əlaqələndirilir. Problemin yanvarın 6-sına dək davam edəcəyi gözlənilir. Onu da qeyd eləyək ki, qıtlıq səbəbindən paytaxtın bir sıra köşklərində siqaretlər vitrinlərdən yığışdırılıb və qiymətlər kəskin artırılıb. Belə ki, 4,80 qəpiyə təklif olunan Sabrania siqaretinin qiyməti bugündən etibarən 5 manat 50 qəpiyə yüksəlib. Digər siqaretlərin də qiymətlərində 15-20% artım olduğu bildirilir. Üstəlik satıcılar qiymətlərin daha da yüksələcəyini qeyd eləyiblər. Qeyd eləyək ki, məsələ ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. Buranı çək, bura baxın az olsa. Balın bir süzülməyinə baxın. Əsl təbii bal axtaranlar, baxın hələ bu baldan alıb dada bilərlər. Azərbaycanımızın bütün şəhər və rayonlarına göndərib çatdırmamız tam pulsuzdur. 051 546 39 39. Bu möhtəşəm ballardan siz də alın, sifariş eləyin.